Salam dostlar, gəlin 25 may 2025-ci il tarixində blok imtahanında düşmüş situasiya tipli sualın izahına baxaq. Ovalıqda yerləşən A məntəqəsində günorta vaxtı günəş şüalarının düşmə bucağı 6,5 dərəcədir. Həmin gün 40 dərəcə cənub enliyində günorta vaxtı günəş şüalarının düşmə bucağı 73,5 dərəcə olur. A məntəqəsinin yerli vaxtı Bakı şəhərinin yerli vaxtından 80 dəqiqə irəlidir. Gəlin bu hissəyə qədər olan hissəni müəyyən edək. Deyir ki, bu məntəqəmiz ovalıqda yerləşir və burada günorta vaxtı günəş şüalarının düşmə bucağı 6,5 dərəcədir. Və həmin gün 40 dərəcə cənub enliyində günorta vaxtı günəş şüalarının düşmə bucağı 73,5 dərəcə olur. Buna əsasən biz günəşin zenit vəziyyətini tapa bilirik. Düsturumuza görə yazsaq 73,5 dərəcə bərabərdir 90 çıxılsın 40 dərəcə cənub enliyi çıxılsın x. Və bu düstura əsasən hesablayıb tapırıq ki, 23,5 dərəcə cənub enliyi. Bu günəşin zenitdə olduğu məntəqədir. İndi və bizə deyir ki, günəş şüalarının düşmə bucağı günorta vaxtı 6,5 dərəcədir. Biz zeniti tapdıq, günəş şüalarının düşmə bucağını 6,5 dərəcə verir və buna əsasən biz məntəqənin coğrafi enliyini tapa bilərik. Verilənləri düsturumuza yerinə qoysaq 6,5 dərəcə bərabərdir 90 çıx deməli x üstəgəl bizim zenitimiz 23,5 dərəcə cənub enliyidir və bu düstura əsasən tapırıq 60 dərəcə şimal enliyi. Bu məntəqəmizin coğrafi enliyidir. Gəlin indi məntəqənin coğrafi uzunluğunu tapaq. Deyir ki, bu məntəqə Bakı şəhərinin yerli vaxtından 80 dəqiqə irəlidir. 80 dəqiqəni dərəcəyə çevirmək üçün 80-i 4-ə bölərik və taparıq neçə? 20 dərəcə. Və Bakı 50 dərəcə şərq uzunluğunda yerləşir. Buna görə biz həmin məntəqəmizin Bakıdan 80 dəqiqə, yəni 20 dərəcə irəli olduğunu bilirik və bunun üçün 50 dərəcənin 20 toplayırıq və tapırıq 70 dərəcə şərq uzunluğu. Məntəqəmiz 60 dərəcə şimal enliyi və 70 dərəcə şərq uzunluğunda yerləşir. Deyir ki, məntəqənin aid olduğu ölkədə həm platforma, həm də geosinkron ərazilər vardır. Bu ölkə bol sulu çaylar və şirin sulu göllərlə zəngindir. Onun inzibati ərazi quruluşu Avstriya ilə eynidir. Yəni bilirik ki, Avstriyanın inzibati ərazi quruluşu federasiyadır, federativdir. Ölkənin ərazisində həm əsas, həm keçid iqlim qurşaqları yaranmışdır. Bu ölkədə müxtəlif geoloji yaralar yaranmış dağlara rast gəlinir. Ölkədə onun ərazisinin böyük hissəsinin aid olduğu qitənin ən ucqar şimal və şərq nöqtələri yarımadalarda yerləşir. Bu məlumatlara əsasən biz bu ölkəmizin Rusiya olduğunu müəyyən edirik və onun yerləşdiyi qitənin ən ucqar nöqtələrinin şimal və şərq, yəni şimalda Çelyuskin burnudur, Taymır yarımadasında yerləşir. Şərqdə isə deməli Dejnev burnudur, bu da ki Çukot yarımadasında yerləşir. Gəlin suallara baxaq. Mətnə əsasən A məntəqəsi və onun yerləşdiyi ölkələrdə olan xüsusiyyətləri müəyyən edib cədvəl yazın. Əlbəttə ki, biz cədvəli görə bilmirik, ona görə burada müxtəlif tipli suallar ola bilər. Həmin ölkənin ərazi quruluşuna bağlı sual ola bilər, çaylarla bağlı və ya iqlimi ilə bağlı. Həmin cədvələ əsasən cavablar müəyyən olunub yazılmalıdır. 59-cu sualda A məntəqəsinin yerləşdiyi ölkəni, onun ərazisində yerləşən yarım adaları və Mezozor yaşlı dağlara müəyyən edin.